Salam uşaqlar, bugün rus dili cimlə işləyirik və 20 sınağımızda 9-cu sınağa keçək. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir uşaqlar. Gəlin audio mətnə keçək. Прослушайте текст и выполните задание с 1 по 6. В Азербайджане с древних времен развивалось коневодство. Часто целью выведения лошадей были конно-спортивные игры. Эти игры развивали в человеке ловкость, силу, смелость. Одной из таких древнейших конных игр является човган. Човган – это традиционная азербайджанская конная игра, где всадники сидят на карабахских лошадях. Эта игра упоминается в эпосе Деде Гургут и поэме Низами, Хосров и Ширин. В 2013 году азербайджанский човган был внесен в список нематериального культурного наследия ЮНЕСКО. Човган считают прародителем современного конного пола. Это спортивное командное состязание издавна проводилось на отдельном поле, на специально обученных лошадях. Сегодня игра проходит на ровной, покрытой травой площадке. В противоположных концах поля устанавливают ворота шириной около 3 метров. Всадникам запрещено пересекать штрафную линию. Играют 2 команды по 6 всадников, которые клюшками-човганами должны загнать небольшой деревянный мяч в ворота противника. Игра начинается с центра поля и продолжается с этого же места после каждого забитого мяча. Продолжительность игры 2 тайма по 15 минут. После перерыва команды меняются воротами. Игрокам запрещается пересекать линию штрафной площадки. Они также не должны бить лошадей и всадников. Побеждает команда, которая забила больше мячей. Tak, uşaqlar, gəlin indi tərcümə edim, amma bu mətni həmişə kimi şərh bölməsində qoyacağam. Siz özünüzdə işləyə bilərsiniz. Deməli, Azərbaycanda qədim zamanlardan atçılıq inkişaf etmişdir. Atların yetişdirilməsinin məqsədi çox vaxt at üstü idman oyunları olurdu. Bu oyunlar insanlarda çeviklik, güc və cəsarət inkişaf edirdi. Belə ən qədim at üstü oyunudur. Biri də deməli човğandır. Човğan deməli Qarabağ atlarının üstündə oynadığı ənənəvi bir Azərbaycan at üstü oyunudur. Bu oyun deməli Dədə Qorqud kitabında dəstanında Xosrov və Şirin poemasında xatırlanır. 2013-cü ildə Azərbaycan deməli Човğan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Човğan müasir at polosu oyununda əcdadı hesab olunur. Bu komandalar arasında keçirilən idman yarışıdır və qədimdən xüsusi hazırlanmış atlarla ayrı sahədə oynayırdılar. Bugün oyun orta örtülmüş düz meydançada keçirilir. Meydanın qarşı-qarşıya olan uclarında eni təxminən 3 metr olan qapılar qurulur və sonra deməli cərimə xəttlərinə keçmək qadağandır. Oyunda hərəsi 6 deməli süvaridən ibarət ilk komanda iştirak edir. Onlar Човğan adlı xüsusi çubuqlarla kiçik taxta topu rəqib qapısına vurmağa çalışırlar. Oyun meydanının mərkəzində deməli başlayır və hər qoldan sonra yenə oradan davam edir. Oyunun müddəti 15 dəqiqədir. 2 deməli hissədən ibarətdir. Fasilədən sonra komandalar qapıları dəyişir.
oyunçulara cərimə meydançasına xəttinə keçmək qadağandır. Həmçinin də atlara və digər deməli belə deyək də sürənlərə, yəni zərbə vurmaq olmaz. Yəni daha çox qol vuran komanda qalib gəlir. Tak, indi gəlin birinci suala keçək. Birinci sualımız deməli belədir. Определите основную мысль текста. Əsas ideya. Bax uşaqlar, gəlin baxaq. Söhbət burada nədən gedir? Əlbəttə ki, yəni söhbət deməli burada əsas ideya söhbət nədən getdi? Biz oyundan danışdıq, правильно? Çovğan древняя азербайджанская конно-спортивная командная игра. Söhbət deməli oyundan gedirdi. Ona görə də E variantını biz seçirik. Dəlişim. İkinci sualımız. İkinci sualda укажите неверное утверждение по тексту. Yəni mətnə uyğun olmayanda, yəni düz gəlməyən. Во время игры в Човган после каждого забитого мяча команды меняются воротами. Burada deyir ki, deməli, bu oyunu zamanı hər vurulan qoldan sonra komandalar qollarını dəyişirlər. Yox, fasilədən sonra olur. Burada deməli, A variantı uyğun gəlmədi. Дальше. Укажите верный ответ на вопрос. Что запрещается всадникам во время игры в Човган? Deməli, Човган oynarkən atlılara nə qadağandır? Biz də bilirik ki, əlbəttə ki, nə yazılıbdır? Cərimə xəttini keçmək. Правильно? Пересекать штрафную линию. Дальше. Дополните предложение словами из текста. Lовкость, силу, смелость в человеке. Deməli, insanda çevirlik, güc, cəsarət deməli və tamamlamalıyıq. Əlbəttə ki, bu atüstü oyunlar inkişaf edir. Düzdürmü? İnsanda çevikliyi, güc, cəsarəti. Ona görə də развивали конно-спортивные игры deyə biz bu şəkildə yazmalıyıq. Так, развивали так, конно-спортивные игры. Так. Дальше. Пятый вопрос. Beşinci sualımız belədir. Напишите ответ на вопрос. На чем сидят всадники во время игры? Oyun zamanı atlar nəyin üzərində otururlar deyə. Əlbəttə ki, Qarabağ atlarının üzərində. На карабахских лошадях. На карабахских лошадях. Так. Лошадях. Дальше. Напишите одно прилагательное из текста, которое характеризует слово времен. Времен, yani zaman, древних времен. Так, 7'de. В каких словах количество звуков и bukov совпадает? Yani həmi səs, həmi hərif eyni olanlar. Gəlin baxaq. Deməli, palyom və akasiya burada hamısını yazdım ki, vaxt aparmasın deyə. Görsünüz, burada 6 və 6, akasiya 6'da 7. Dəlişə, burada 4, iyun və molniya 6, 7. Burada düz gəlmir, bunlar da düz gəlmir. Так, заявление, елка тоже разные. Компьютер и судья. B variantında görürsünüz. 9 və 9 və судья 5 və 5. Так, со словом море не употребляется слово. Dəniz sözü ilə deyir, uyğun gəlmir. Hansıdır? Məsələn, красивое море, da, gözəl dəniz, dərin, soyuq dəniz, göy dəniz. Amma korotkaya deyə bilmərik biz. Так, дальше. В переносном значении употреблены выделенные слова в словосочетаниях. Deməli, переносные deyəndə biz bilirik ki, məcazi mənada olan. Железные нервы, da? Железные нервы уже bilirik ki, bu məcazi mənadadır, da? Так. Спортивный комплекс, компьютерный зал, теплый прием. Так, это тоже у нас правильный ответ, художественный фильм. Deməli,
1 ve 4'tüsə onda B variantıdır. 10 со словом одна употребляется слова. Одна deyiriksə bir və bu say ancaq qadın cinsində olan isimlərlə yola gedir. Adna. Deməli, nə etməlisiniz? Hansı qadın cinsindədirsə isim onu götürə bilərsiniz. Моя речь, məsələn, одна речь deyə bilərik. Правильно? Мой гений, мой календарь, уже bu gəlməz. Мое письмо, bu da уже средний род gəlməz. Моя задача и девушка. Одна задача, одна девушка, одна речь. Так. 4 и 6. 1, 4, 6. D variantı. Какое слово объяснено неверно? Deyir ki, hansı sözün izahı düzgün verilmeyib. Карикатура, юмористический рисунок, правильно. Заботиться, проявлять заботу, правильно. Демонстрация, массовое шествие, это тоже правильно. Бесценно, неоценимо, очень ценно. И талантливый, образованный. Yox, talantливый, образованный uşaqlar. Burada ayrı-ayrı da. Talantливый, yani istedadlı deməkdir. Buna görə də E variantı düzgün verər. Так, укажите антоним слова рано. Антоним рано. Tez və geç də поздно. Дальше. Синонимами является. Синоним hansıdır deyir ki. Так. Вежливо, грубо, рядом, далеко, быстро, скоро. Tezliklə də. Deməli 13'də onda C variantıdır. Укажите правильный ответ. Моей старшей сестре 21 god biz deyirik. Uşaqlar, gод, года və let deməli qaydalar da var. Onu da sizin üçün mən orada ətraflı tam izah etmişəm. Onu baxa bilərsiniz bir daha. Его отец работает врачом 10 лет. 10 лет. Так. Год и лет. Deməli, onda E variantıdır. 15'te. На какие вопросы отвечают выделенные слова? Deməli, sözlər hansı suallara cavab verir deyir. Когда? Вчера. Nə vaxt? Dünən. Когда? Вовремя. Vaxtında. Və куда? Вернулся куда? Домой. Deyə suallardır. A variantı uyğun gəlir. Так. Дальше. 16'da. Установите соответствие. Что делать, что сделать? Bu da fiillərdir uşaqlar. Bunu da keçmişik. Что делать? Burada NSV yazmışam. Несовершенный. Yəni bitməmiş formadan deməli formadır. Что делать? Niyə bitməmiş? Yəni hələ bir hansısa bir belə deyək bir hərəkət deyək də bitməyib hələ. Ona görə də biz ona несовершенный вид deyirik. Что делать? Что делать? Несовершенный видin sualı. Что делать? Və hansı sual, deməli söz buradan götürə bilərik. Что делать? Готовиться. İlla səni götürün. Sonluq sə bu qayıdış feilinin də belə deyək. Sonluğudur. İlla səni götürün. Что делать? Готовить. Görsəniz, sonluqları da birdir. Bu şəkildə də tapa bilərsiniz. Что делать? Готовиться, hazırlaşmaq. İndi gəlin, bax, mən imtahana hazırlaşıram. Düzdürmü? Burada hələ hazır deyiləm. Hələ öyrənirəm, yazıram, pozuram. Ona görə də bu bitməmiş forma deyirik. Что делать? Готовиться. Он еще готовится. Он пока еще не готов. Что сделать с приставkası olarsa bu совершенный viddir. Yəni o şəkildə də yadınızda saxlayın ki, совершенный vid yəni bitmiş forma. Yəni məsələn, что сделать? Привести. Что сделать? Привести. A'dır. Da burada B variantı buna uyğun gəlir. Məsələn, привести gətirmək. Mən gətirdim, все, qutardı. Mən gətirdim. Məsələn, nəyi gətirim? Kitabı gətirdim, verdim. Привести. Что сделать? Привести. Все. Qalanlarda düz gəlmir. Məsələn, сосчитает. Что сделает? Сосчитает. Görürsünüzmü? Уже bu suallara uyğun. Обменяете. Вы что сделаете? Обменяете. Переводят. Они что делают? Переводят. Поэтому bizdə B variantı uyğundur. 17. Укажите существительное в единственном числе. Tək halda olan sözləri. Туча и судья. Qalanları burada deməli
cəmdədir də. Məsələn, qalasa, səslər. Amma работа, iş burada tək haldadır. Число, rəqəmdir, slovari, lüğətlər. Görürsünüz? Znamena, bayraqlar, dni, günlər, друзья, dostlar, цветы, güllər. Görürsünüzmü? Amma туча и судья burada уже tək haldadır. Дальше. Определите верный ответ. После интересного доклада на конференции ученому задали много вопросов. Uşaqlar, bax bunu падежное окончание существительное də. Hər dəfə deyirsiniz ki, bunu izah edin. Uşaqlar, bunu mən tam ətraflı izah etmişəm və bu faylda, bu 20 sınağın faylında, indi kanalıma daxil olanda, hər bir dimi paylaşanda onun içərisində mən bir də qaydaları da atıram ki, oradan baxıb bir də yadınıza salasınız. Gəlin indi bunu bir daha tam işləyək də, necə işləməlisiniz. İnteresli burada bu deməli sifətdir, prilogatillə. Buna dəymirik. Birinci biz neyini edirik? Bax bu doklad, konferensiya, bir də vapros sözü bunlar isimdir. İsimləri işləyək. Ondan sonra biz bilirik ki, sifət isimə bağlıdır, düzdürmü? İsimin sonluğunu biləndən sonra biz o isimdən biz sual verə bilərik və bunun sifətin deməli sonluğunu tapa bilərik. Gəlin indi mən kağız götürüm, burada tam ətraflı yazım ki, çünki çox yazırsınız ki, müəllim. İmенно падежное окончание-da biz çətinlik çəkirik. Давай посмотрим, да, сейчас. Так, özü də mən tablisaları da görsədim sizə, qoy sizdə olsun. Halbuki biz bunu hamısını keçmişik. Yaxşı, bir indi göstərəcəm. Tak, nə etməliyik? Deməli, hansı sözdür burada? Doklad sözü. Ondan sonra konferensiya. Deməli, ən ilk forma necədir? O şəkildə biz yazmalıyıq. Məsələn, konferensiya deyə yazılıb. Biz bilirik ki, isim konferensiyadır. Düzdürmü? Что? Конференция. Конференция. Так, это тоже существительное. И вопрос. Bu da вопрос. Amma интересно dediyim kimi bunu bura yazıram. Bunu sonra, axırda biləcəyik ki, nədir? Doklad. Gəlin baxaq. Nə edirik? İsimi birinci sklonение. Hansı sklonение aiddir deyə biz bilməliyik. Düzdürmü? Bu şəkildə. Nə bilməliyik biz? Birinci sklonение hansı isimlər aiddir? Kişi və qadın cinsində olan sözlər a və ya ilə bitənlər. Papa, dядя, tетя. Bu birinci sklonение. İkinci sklonение. Kişi cinsində olan isimlər sonluqları sıfır ya da məhkiznak sıfırda, yəni bitənlər, samitlə və məhkiznakla bitənlər və orta cinsə aid o və y ilə bitənlər. Məsələn, sır, konь, okno, polе. Üçüncü sklonение ancaq qadın cinsində olan məhkiznakla bitən sözlərdir. Ночь, дочь, тень. Все. İndi doklad sözünə baxaq. Doklad samitlə bitir, sıfır sonluqdur. Deməli, bu ikinci sklonение aiddir. Правильно? Так, мужской род. Kişi cinsində. Мой доклад. Düzdürmü? İndi baxırıq. Так, bunu da videonu dayandırıb öz qayda dəftərinizə yaza bilərsiniz. Yaxşı, skloneniyasını tapdıq. İndi nə etməliyik? Əlbəttə ki, indi biz ikinci skloneniya. Baxın, uşaqlar. Bu birinci skloneniya aid olan sonluqlardır. Bu ikinci. Tak, bu birinci. Bir görsədim və stop eləyib bunu yaza bilərsiniz. Tak, bu birinci skloneniya aid olan sonluqlardır padejlərin. Bu ikinci. Screen eləyə bilərsiniz lab. Так, и третье склонение budur. Üçüncü sklonение. Və burada i kratka, iya, iye ilə bitənlər, bunu da sizə izah edəcəm, tam sizdə olsun. Yaxşı. Doklad ikinci sklonение olduğuna görə deməli ikinci skloneniyemiz buradadır. Düzdürmü? Tak, padejləri yazmışam, köməkçi sözləri yazmışam, yəni tam sizə aydın olsun deyə uşaqlar. Deməli, doklad. Второе склонение bildik. Мужской род da bildik. Doklad. İndi biz nə etməliyik uşaqlar? Biz indi sual verməliyik. Bunun sonluğunu bilmək üçün. Doklad.
Так, посмотрим. После доклада, да? После чего deyə biz sual verməliyik. После чего? После чего? Elə burada yazım. После чего? Так, после чего? Чего? Hansının падежidir? Нет чего. Родительный падеж, правильно? Bu уже родительный падежdir. Deməli, после чего deyəndə доклад мужской rodda, düzdürmü? Sıfır sonluqdur bizdə dokladda. İndi baxın, родительный падежdə necə olur? İменительный доклад. Нет чего. Доклада. Görürsünüzmü? Нет чего. Доклада. A. Deməli, burada sonluqdur. Все. Дальше. Нашли. Теперь конференция. İya ilə bitən. Gəlin baxaq, birinci hansı skloneniyada? Ya ilə bitənlər biz bilirik ki, ya ilə bitənlər женский рода. Моя конференция. Правильно? Конференция. Я ilə bitən женский рода aiddir birinci skloneniyadır. Хорошо. Так, первое склонение yazırıq. Так, женский род. Да? Женский род. Хорошо. Конференция. İndi sualı necə verək? На где ya deyə bilərik. Где? На конференции или на чем deyə də deməli предложный падежində sualın verə bilərik. Tutaq ki, məsələn, illab birinci skloneniyanın götürək. Bu da var. Yani, в принципе, можно и так найти. 3 dənə deməli burada падеж var, hansı ki onların sonluqları i ilə bitir. Məsələn, родительный падеж tutaq ki, i kratka ilə bitdi də sanatoriy sözü. Düzdürmü? Второе склонение. Burada i kratkaya bu samit sayılır da. Sıfır sonluq olduğuna biz ikinci склонение. Baxın, для чего, например, мы говорим для санатория. Видите? Здесь уже и yoxdur. Deməli, прочерк. Я ilə санатория. Чего? Санатория. Дательный падеж да чему? Санаторию. Ama предложный падеж да о чем? О санатории. И кратко. И ilə bitir. Ondan sonra iya ilə necə ki konferensiya bizdə iya ilə bitir. Görürsünüzmü? Bax, ikisini də göstərəcəm uşaqlar. Bax, konferensiya iya ilə bitən, ya ilə bitən lafda tutaq ki, ya ilə bitir. Laf iya deməyin də, ya ilə bitən. Deməli, bizdə birinci skloneniya aiddir. Düzdürmü? Deməli, necə? Görürsünüzmü? Ya ilə bitən женский rodda birinci skloneniyada olan sözlər hamısı da родительный, дательный və предложный падежdə i ilə bitir hamısı. Qalanları eyni qalır da, elə bil ki, orada dəyişiklik olur. Amma qalanları i olur. Родительный, дательный и предложный падеж. Смотрите, biz dedik ki, где deyə sual verdik. Где? Предложный падежin ya da на чем? На конференции deyə. На конференции. Уже burada предложный падежin biz sualın verdik. Ona görə də bizdə burada уже i olur. İllab uşaqlar, tak. Bunu tutaq ki, götürək. İllab belə baxaq. Смотрите. Родительный, дательный и предложный da i olur. Görürsünüzmü? Amma bunlarda уже başqadır. Конференция. Предложный. Думаю, о чем, да, например? О конференции. Görürsünüzmü? i ilə bitir burada. Ona görə də biz sonluqda предложный падежdə i yazırıq. Дальше. Вопрос sözü var. Вопрос. Много. Смотрите, вопрос. Много вопросов, да, задали много. Много deyəndə uşaqlar уже много, мало, сколько sözləri varsa, bunlar hamısı родительный падежin множественное çisloya aiddir. Cəm halda olan, yəni bu sözlər varsa isimin qabağında, yəni mало, много, bu уже родительный падежə aid olur. Məsələn, вопрос у нас здесь sıfır sonluqdur. Мой вопрос мужской род və ikinci skloneniya. Правильно? İkinci skloneniya aiddir. Deməli, nə etməliyik? İndi biz cəmdə ona baxmalıyıq. Düzdürmü? Görürsünüzmü? İndi tak.
Второе склонение где? Вот. Второе склонение. İkinci sklonение. Много, mало. Ama burada tek kaldın sonluqları. Burada da cəm. Görürsünüzmü? Mən burada единственное, a burada множественное deyə yazmışam. Çünki tek halda bir sonluqlar olur. Cəm halda da yani başqa. Eyni üçüncü skloneniyada. Burada tek halın sonluğu. Burada da cəm. Yani burada diqqətli olun. Первое склонение. Burada tek. Burada da cəm. İndi baxın. Вопросов много чего deyə biz sual verək də. Чего? Bir də родительный падежin sualıdır. Нет чего. Нет чего просто. Deyirsiniz ki də, например. Нет чего. Если вопрос tek halda olsa biz deyərik ki вопроса. Нет чего. Вопрос. Amma bizdə множественный. Görürsən, много deyə yazılıb. Много. Ona baxın. Diye bu sözə. Много. Deməli, burada vопроса olmaz. Çünki burada уже cəmi göstərir. Много. Çox göstərir. Deməli, suallar deyə olacaq. İndi baxın. Нет. Чего? Или много чего? Вопросов. Vопроsов. Vопроsov. Bilirəm, biraz sizin üçün qatma qarışıq oldu, amma uşaqlar bir dəfə onu bax bu şəkildə işləsəniz özünüzdə, yəni o sizə çox asan gələr. Yəni əvvəlcə çox adama bir sizə yox da, yəni belə müəllim olanda da çox qarışıq gəlir. Amma yavaş-yavaş hər bir sözü məsələn, padejlara görə hallandıra bilərsinizsə, onda sizin üçün, yəni düzgün şəkildə sual verə bilirsinizsə, illa problem olmaz. Bax, bu şəkildə deməli işləyirsiniz. Yəni, burada ən birinci skloneniyanı bilmək və skloneniyanı da sonra вот эти падежные окончания, deməli, еще падежное окончание существительное, падежное окончание прилагательное. Onu da paylaşmışam, onu da baxasınız. İndi baxın. Так, после интересного доклада на конференции много вопросов. Правильно? Так, deməli, gəlin baxaq. И ов, да? У нас. Так, теперь осталось у нас прилагательное. Доклада. Доклада. После какого доклада? После какого? Вот так вот просто вопрос. После какого доклада? Доклада. Və bunun sonluğu, sualın sonluğu olacaq. Интересного. После какого доклада? После интересного. Deməli, burada после интересного доклада на конференцию ученому задали много вопросов. Deməli, bizdə B variantı burada uyğun gəlir. Bax, bu şəkildə. Yəni, biz ismi bilsək sonluğun, ondan sonra ona sifətə deməli, sual vermək o qədər də çətin olmaz. Belə. Gəlin, indi davam edək. Так, davam edək. 19. Укажите неверный ответ. Burada da hardasa səhv var uşaqlar. Так, это худшая модель. Модель burada модель, моя модель, женский rod olduğuna это худшая модель olmalıdır. Deməli, A variant burada düzgün deyil. Biz bir də demişik ki, isimlə uzlaşır, uzlaşmalıdır. Ona görə də model какая, например, худшая, какая da это. Bax, bu şəkildə olmalıdır. Укажите правильный ответ. Сирень растет. Сирень растет под нашим окном. Yəni, deməli, yasəmən bizim pəncərəmiz altında. Da, belə. Соревнования проводятся между школами. Məktəb arası. Так, deməli, одноклассники пошли со мной в кино. Deməli, D variantı uyğundur. 21. Вас приглашают пойти сегодня вечером на спектакль в театр. Вы соглашаетесь и отвечаете. Deməli, sizi bugün axşam spektaklə teatra dəvət eləyirlər və siz razılaşırsınız və deyirsiniz. Burada məntiqlə nə deyirsiniz? Sizi deməli
çağırırlar və siz deməlisiniz, я постараюсь пойти с вами в театр. Mən çalışarım. Хорошо, в котором часу начинается спектакль? Yaxşı, saat neçədə başlayır? Yəni məntiqlə ancaq bunlar gələr də 2 və 3. 2 və 3 C variantıdır. Так, дальше. 22. Так. Укажите lишние слова. Burada artıq sözlər. Йогурт, холодильник, сыр, тарелка, масло, сметана, колбаса и джем. Burada deməli artıq sözlər холодильник и тарелка qalanları. Так, ərzaqdır da deyək. 3 və 7 это D variantı. Так, indi uşaqlar mətnə keçək. Mətni oxuyun mən və tərcümə edim. Ondan sonra da o biri sualları hamısını işləyərik də mətnə görədir. Так. Азербайджанский государственный музей сельского хозяйства был создан в Баку в 1924 году. Этот музей знакомит посетителей с историей развития сельского хозяйства в Азербайджане. Его экспозиция охватывает различные отрасли сельского хозяйства: растениеводство, животноводство, садоводство. Здесь хранится более 10 тысяч экспонатов. Deməli, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi 1924-cü ildə Bakıda yaradılmışdır. Bu muzey deməli ziyarətçiləri Azərbaycana kənd təsərrüfatının inkişaf tarixi ilə tanış edir. Onun ekspozisiyası kənd təsərrüfatının müxtəlif sahələrində əhatə edir. Bitkiçilik, heyvandarlıq, bağçılıq. Burada 10 mindən çox eksponat deməli qorunur. Дальше. В музее можно увидеть сельскохозяйственные орудия труда, макеты уборочных машин и комбайнов. Благодаря им можно ознакомиться с развитием сельскохозяйственной техники в различные периоды истории. В музее имеются старинные предметы, например, ручная мельница для помола муки и нефтяная лампа, которым свыше 100 лет. Есть также камень для отжима виноградного сока, кувшины для взбивания сливочного масла. Среди интересных экспонатов большая карта Азербайджана, вышитая шелковыми нитками. Здесь часто демонстрируются документальные фильмы, проводятся лекции, организуются передвижные выставки. Экскурсоводы музея одеты в азербайджанские национальные костюмы. Deməli, muzeydə kənd təsərrüfatı alətlərini, biçin maşınlarını və kombaynlar maketləri görmək olar. Onların sayəsində tarixin müxtəlif dövrlərində kənd təsərrüfatı texnikasının inkişafı ilə tanış olma mümkündür. Muzeydə qədim əşyalar da var. Məsələn, yaşı 100 ildən çox olan əl dəyirmanı və neft çırağı var. Üzüm şirəsi sıxmaq üçün daş, yağ çalmaq üçün küplər də mövcuddur. Maraqlı eksponatlar deməli sırasında belə deyək də deməli ən maraqlı eksponatlar sırasında ya da arasında ipək saplarla bəzədilmiş böyük bir Azərbaycan xəritəsi də var. Burada tez-tez sənədli filmlər nümayiş olunur, mühazirələr keçirir və muzey bələdçiləri Azərbaycan milli geyimləri giymiş, səyyar deməli sərgilər təşkil deməli olunur. Богатая коллекция экспонатов музея привлекает множество посетителей. Особенно популярен музей у учащихся различных учебных заведений. Для них проводятся специальные тематические экскурсии и музейные уроки. Здесь они узнают о разных этапах развития сельского хозяйства в своей родной стране. Muzeyin zəngin eksponat kolleksiyası çox sayılı ziyarətçiləri cəlb edir. Muzey xüsusilə deməli müxtəlif təhsil müəssisələrinin şagirdləri arasında populyardır. Onlar deməli üçün xüsusi tematik ekskursiyalar və muzey dərsləri keçirilir. Burada onlar öz doğma ölkələrində kənd təsərrüfatının inkişafının müxtəlif mərhələləri haqqında məlumat deməli alırlar. Дальше. Посещение Азербайджанского государственного музея сельского хозяйства с его интереснейшей коллекцией надолго запомнится и взрослым, и детям. Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyini onun çox maraqlı kolleksiyası ilə ziyarət etmək həm böyüklərin, həm də uşaqların yadında deməli uzun müddət qalacaq. Так.
Teper у нас 23-cü sualımızdır. 23-cü sual belədir. Yəni, söhbət burada nədən gedir? Gəlin, baxaq. Tak, əsas ideya uşaqlar deməli, Bakıdakı Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyində zəngin eksponatlar kolleksiyasıdır. Можем так сказать. Deməli, тематические экскурсии, музейные уроки для школьников. История. Богатая коллекция экспонатов Азербайджанского государственного музея сельского хозяйства в Баку. Так, какое утверждение не соответствует содержанию текста? Мәтіне uyğun olmayan. Gəlin baxaq. Большая карта Азербайджана из шелковых ниток. Самый интересный экспонат музея. İpək saplardan hazırlanan Böyük Azərbaycan xaritəsi muzeyində ən maraqlı eksponatdır. Yox, uyğun ən deyil, çünki onun arasında demişik ki var da. Так, 25. Дополните предложение информации из текста. Deməli, davam etməliyim mətndən. В музее. Так, muzeydə. Так, музее. Музее хранятся более 10 тысяч экспонатов. Devam edə bilərik. Хранится более 10 тысяч экспонатов. Bəli, C variantında deməli uyğun gəlir. Так. Дальше. 26-da. Укажите верный ответ на вопрос. Düzgün deməli bu suala cavab. Благодаря чему посетители музея могут ознакомиться с развитием сельскохозяйственной техники. Deməli, muzey ziyarətçiləri kənd təsərrüfatında maşınların inkişafı haqqında necə məlumat əldə edə bilərlər deyə soruşur və əlbəttə ki, biz deməli Так, музей могут с развитием сельскохозяйственной техники. Да, благодаря чему посетители? Благодаря... Так, сейчас в тексте посмотрим. Могут развить сельскохозяйственные. Вот смотрите. В музее можно увидеть сельскохозяйственное орудие труда, макеты уборочных машин и комбайнов. Благодаря им можно ознакомиться с развитием сельскохозяйственной техники в различные периоды истории. Ona görə də onda düzgün olan E variantı. Благодаря макетам уборочных машин и комбайнов. Bax, mətndən deməli tapa bilərsiniz. 27. Дополните предложение информации из текста, заменив в ответе не менее 2 слов. Учащиеся учебных заведений в музее узнают о чем? Так. Gəlin burada da tapaq onu. Здесь они узнают о разных этапах развития сельского хозяйства в своей родной стране. Deməli, biz də indi heç olmasa 2 söz dəyişərək yazmalıyıq da. Onda biz bu şəkildə yazaq. Учащиеся учебных заведений в музее узнают о различных этапах развития сельского хозяйства в Азербайджане deyə yaza bilərik də. Так, узнают о различных этапах развития сельского хозяйства в Азербайджане. Bu şəkildə də yaza bilərik.
28. Ответьте на вопрос, выразив свое мнение не менее в 3 предложениях. 3 cümlədə. Почему многие люди любят посещать музей? Nəyə görə deyir ki, çoxları muzeyləri ziyarət etməyi xoşlayırlar deyə yazıbdı. Tak. Tak, Cem'in öz yazdığını göstərirəm sizə indi buna. Так. В музеях можно очень интересно провести время. Для многих людей посещение музея – это праздник. Они посещают различные музеи, чтобы расширить свой кругозор. Ve bu şekilde de yazabilirsiniz. Многие люди любят посещать музеи, потому что там можно увидеть произведения искусства и старинные вещи. Музеи помогают лучше понять прошлое и традиции разных народов. Также в музее интересно проводить время с друзьями или семьей. Так, bu da sizə bir deməli ideya olsun. Дальше, 29. Выпишите из третьего абзаца текста слово, которое означает систематизированное собрание каких-нибудь предметов. Deməli, bəzi obyektlərin sistemləşdirilmiş toplusu da başqa cür necə deyə bilərik? Əlbəttə ki, tak. Kolleksiya sözü var. Bir toplu da hansısa kolleksiya. Так. Коллекция. И выпишите из второго абзаца текста синоним слова показываются. Показываются, yani gösterilir, nümayiş ettirilir. Так, второй абзац, да? Показываются. Показываются. Демонстрируется. Показывается, демонстрируется будет синоним, да. Демонстрируется. Demonstрируется. Belə uşaqlar, sağ olun, görüşərik.